Salam əziz izləyicilər, bu videoda sizə evdə apara biləcəyiniz bir reaksiya göstərəcəm. Bu reaksiyanı aparmaq üçün bizə qabartma tozu, üzüm sirkəsi və bir qab lazımdır. Mən də plastik bir stəkanda aparacağım bu reaksiyanı. Öncə nə edəcəyik? Qabartma tozunu stəkana tökəcəyik, sonra da qabartma tozunun üzərinə üzüm sirkəsi əlavə edəcəyik. Qeyd edim ki, qabartma tozunun içərisində natrium hidrokarbonat duzu və natrium dihidropirofosfat duzu var. Üzüm sirkəsi də 4%lidir, yəni tərkibində 4% sirkə turşusu var. Deməli, qabartma tozunun üzərinə sirkə turşusunu əlavə etdikdə, sirkə turşusu qabartma tozunun içərisindəki natrium hidrokarbonatla reaksiyaya daxil olacaq və nəticədə karbon qazı ayrılacaq. Sonra karbon qazının ayrıldığını da yanan bir kibrit çöpü ilə yoxlayacağıq. İndi başlayaq. Qabartma tozunu artıq tökmüşəm stəkana. İndi üzərinə sirkə əlavə edəcəm. Baxırıq reaksiyanın gedişatına. Buradan karbon qazı ayrılır və indi karbon qazının təyinini aparacağıq. Közəlmiş bir çöpü yaxınlaşdıracağıq. Çöp, yəni kibrit çöpü sönməyə başlayacaq, sönəcək. Gördüyünüz kimi çöp karbon qazının təsiri ilə o dəqiqə söndü. Və bu reaksiya nəticəsində hansı maddələr alınır? Deməli, sirkə turşusunun duzu alınır, kalium duzu, sonra su alınır, bir də karbon qazı ayrılır. Üzr istəyirəm, kalium duzu yox, natrium duzu. Yəni biz ona natrium asetat da deyə bilərik.